Əməkdar artist Kübra Əliyeva deyir: "Xərçəng idim. Bu xəstəlik evimi yıxmışdı. Amma əməliyyat olundum, sağaldım. Həmin dövrdə yaşadığım çətinlikləri düşmənimə belə arzulamıram. Çox əziyyət çəkirdim. Buna baxmayaraq həyatı sevirəm. Hər gün Allaha şükür edirəm. Ölümə hazıram. Arzular tükənməz olsa da, həyatın bir sonu var." Əməkdar artist həmçinin itirdiyi oğlu ilə bağlı xatirələrini bölüşüb və gənclərə mühüm tövsiyələr verib. "Oğlum Raufu heç vaxt unutmaram. O vaxt indiki kimi reabilitasiya mərkəzləri olsaydı, Rauf da sağ olardı. Mənim 3 övladım olub. Hamısına eyni tərbiyəni vermişəm. Amma Rauf pis mühitə düşdüyü üçün narkotika qurşandı. Gənclərə belə insanlardan uzaq durmağı tövsiyə edirəm. Çünki bu yolun geri dönüşü yoxdur. Heç kimə belə övlad arzulamıram." Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.